Salam dostlar, bugün Fırıcı Mobile futbol oyunu oynayışıq. Girək oyuna tez uzatmayaq. Uzadanda video çox pis olur. Yəni siz də görürsünüz ki, oynamağı gözləyirsiniz. Ona görə tez başlayaq. Rəqibimiz Real Madrid bu arada. Real'da bastım ki başlayaq. Rəqib Real Madriddir, yəni Juventus'un həmişə Real Madrid oynayanda həmişə Real oldu, amma bu səfər görək kim olacaq. Şimdi görək də 100 oyun başladı. Mənim kadrom çox qəşəngdir, yəni. Bu 100 deyil, burada 108'də özüm 100 qoymuşam. 108 olacaq da. Rəqibin kadrosu güclüdür, qapıçılar belə zəif ola bilər, amma kadrosu güclüdür. Burada biləcəyikmi? Oyuna baxaq, Allah bilir. Nəcə başladıq oyuna, topu biz başlatdıq. Topu meydan daxilindən başlatdıq oyuna. Hücumdayıq. Atırıq topu, inşallah offside olmaz, offside olmuş. Tək offside baxmağı nəsə heç də olmurdu, ona görə keçək. Məsələn, qapıçımız topu götürdü. Bugün də Qarabağ sabah oyunu var saat 7:00 19:00'da. Kim tutacaq yorumlara yazarsınız. Bir də nə olar abunə olun da. Bax sizə görə görünmə abunə edəcəm. Mənim hal-hazırda 6 abunəsim var. Görürəm ki, mən o vaxtı qol videoları atırdım. Ona görə görürəm ki, baxırsınız, like atıyordu deyə. Bir də uşaq gördüm, qabağıma çıxdı. Görürəm ki, uşaqdır mənim üçün futbol videoları paylaşır. 172 abunəsi var. Mən deyirəm ki, mənim takipçilərim nədən eləməsin, mənim takipçilərim arasında. Mənim də xəyalım 172 takipçimizə olsun, bir video olsa o xəyalım mənim çox gerçəkləşməyəcək deyə bilirəm. Bu videoya 50 like gəlsə çox istəyirəm. O bir kanallar 50k like istəyir, amma mən 50 like istəyirəm. Məsələn, rəqib hücumda çox pis xəta elədik. Qəşəng aldıq. Hücuma çıxacağıq. Topu Dembele aldı, amma təzədən kaybetdik. Nəysə, indi Palmer'dadır top, rəqibin oyuncularla. Şimdi qatmalıyıq, tutmalıyıq bu oyuncunu. Əlinə al, qapısımız əlinə aldı. Şimdi hücuma çıxaq, nağarsan, orada o xəta eləmək lazım deyil. Hücumdayıq, son dəqiqələrdir. Nəsə qaçaq, Ceko'yla çıxırıq hücuma. Qəşəng penaltı aldı. Simona vuraq. İnşallah qəşəng atarıq. Nəşə fot, hadi sən güvənirəm. Qəşəng at. Vuraq. At. Qəşəng. Fot. Penaltıdan. Rəqib oyuncu bu xətayı eləməyəcəkdi. Qəşəng penaltı. Heç ruhdan düşməyək, gəl oynayacaq. Bu bir bəs deyil, 2-3 dənə atmalıyıq. Bunun artıq ilk hissə bitdi. Və son dəqiqə penaltı. Rəqib üçün penaltılıq epizod elədi. Orada cərimə meydançasının içində idi. Ona görə çox şadam. Penaltını aldığıma görə, amma başladılar onlar. Aldıq qəşəng. Bu oyuncu eləmişdi, sarı kartı var hətta. Şimdi oyundayıq. Ceko aldı topu. Şimdi qaçaq. Offside cəfi yoxdur. Bayraq qalxmadı. Özüm bilirdim, özdə offside yox idi. Dembele'yə Tay'dan ağacan neysə küçükə zərbə. Küçükdən zərbə. Boş mövqəyə açıldı. Qəşəng. Adını tam yaxşı bilmirəm, nəysə. Bu oyuncu ilə mən çox qəşəng qollar vurmuşam, onu paylaşmamışam.
Çünki vaxtım olmamışdı. Həm də paylaşmağı bilmirdim də onda. Eləcə qolları paylaşmağı bilirdim. Ona görə indi öyrəndim. Ona görə indi paylaşmağı bilirəm. Həmişə də qəşəng videolar gələcək bu oyun haqqında. Dedim PUBG videosu atacaqdım. Dedim ki, əgər atmayayım da qalım. Qəşəng futbol oyunu gələcəkdi onunla. İzləyiciler like atın, kanala abone olun. Bir de vaxt olacaq, puldan olacaq abonəlik atabilirsiniz. İndi pulsuzdur. Atın ki olacaq da 1 saniyəmiz olacaq. Megabaytımızda çox getməyəcək yəni. 0 çıxdı 1 nöqtə gedəcək yəni 1 el olacaq. Qəşəng aldıq. Qaçaq. Dembele boş zonaya ayrıldı. Nagarsan Dembele. Dembele qəşəng aldıq. Dembele qəşəng. Ay da oradan vurmaq istədim. Olmadı. Ceko yerine alan girdi ama bu alan neden mesela gözüm su içmir. Ya da koymayayım. Stoper var. Santrafor var. Bizde bu adını Tesla diye koymuşum. Öz adını bir defa bu oyuncunun adını bilirdim. Yadımdan çıkartmışım. Yani o boyda futbol o boyda oyun takımlar var diye, oyuncular var diye yadımdan çıkartmışım. 1 dəqiqə atıldı ve utduq. Devam. Eğer gündə nəsə video istəyirsinizsə yorumlara yazın, mən baxacağam. İstəyirsinizsə indi gənə bir dənə də VS atım. Özünüz istəyirsinizsə. Nəysə, yaxşı sizə görə gənə VS atım. Sizə görə gənə VS atacağım amma abone olacaqsa. Baxın, sizə görə 2 dənə oyun oynadım. Sizə görə 2 dənə VS belə atdım da. Nəysə, başqa bu səfər Bayern Münih gəldi. Real'ı yola saldı, indi Bayern gəldi. Sizcə Juventus güclüdür, Bayern Münih normal həyatda, normal takımda. Mənə elə gəlir ki, Bayern Münih daha güclüdür. Amma Juventus da biraz güclüdür. Juventus Galatasaray'a 5-3 yutdu, amma səfərdə az qala udurdu, amma 7-5 oldu. Galatasaray ümumi hesab 7-5 oldu. Galatasaray yutdu. Ondan kadrosu belədir. Oldu, biz başladıq. 8-ci dəqiqə, video 8-ci dəqiqədədir şey. Sizcə şey oynayıram. Kim VS atmaq istəyirsə məndən yorumlara yazsın. Yorumlara yazsın, mən sizə VS atacağım. Rəqib top aldı, hücumdadır. Qol axtarmaq istəyirlər. Qabağında Savit var. Onu boş bırakmayaq da, yadına. O mövqeyi boş bırakmayacaqdıq. Qəşəng qapçı. Bir gol yiyən kimi tez gol bırakmayaq. Bu Bayern Münih, yəni hər şey gözlənildi bu Bayern Münihdən. Real Madrid, Bayern Münih, Real Madrid. Mən bir dəfə Real Madrid'e düşdüm, Bayern Münih gəlmişdi. Onda Real Madrid düşmüşdü yəni. Amma normal həyatda mənə gəlir ki, Bayern udar. Nəysə, danışana qədər biz 2-ci gol atdıq. 27 dəqiqədə 2 gol var. Yəni rəqiblərim mən seçmirəm yəni. Öz oyuna basıram, özü gəlir. Mesela hücumdayıq. Topu aldılar. Nəysə rahat oynayıram çünki 2-0 uduram. 2-0 uduram, çox rahattam. Amma çox da rahat olmalı deyiləm, çevirə bilərlər oyunu. Mən bir dəfə 2-0-dan 3-2 eləmişdim, özüm eləmişdim. Yəni mən bu oyunu düz bir ildir oynayıram, amma sizə
video çəkmirdim. Çünki o vaxtlar mən YouTuber değildim. İndi YouTuberam. Mənim Instagram var idi. Instagramımı bağladım. Gördüm ki, YouTube onda YouTube'a başlayayım. Kanala abone olun, like atın. Üçüncü səfər deyirəm. Yadınıza salam ki, abone olun da. Bircə saniyənizi alacaq. Bircə saniyə. Hədəfimiz yani ona çox abunəsi lazımdır. Yəni daha qəşəng videolar çəkmək lazımdır. O 1 milyona satmaq üçün ona böyük adamlar belə zor çatır. Yəni qəşəng videolar çəkənlər belə. Ona görə böyüyənə qədər sizdə video çəkəcəm mən. Böyüyəndə daha qəşəng videolar çəkəcəm. İndi uşağam deyə yəni futbol oyunları çəkə bilirəm, başqa heç nə. Yani istəmirsinizsə futbol oyunlarını başqa videolar çəkim yəni. Oyunlar daha maraqlı oyunlar. Qayda Ceko vrajıydı. Bu qapçı Neuer atdı. Onlar rəqib hücumdadır. Bayaq gol vurduq. Bağışını daşa bilmədim. Bayaq gol vurduğumuz adamlar hücuma çıxırdıq az qala. Qəşəng gol vurmuşdu 2-3 dəqiqədə. Video 11-ci dəqiqədə deyəcək. Hayda, olmadı. 70-ci dəqiqədəyik. Hesab artıq 2-0'dır. Yəni çox rahat edirəm. Kəllə vurur. Hayda, olmadı. Bayaq gol atan vurdu. Bayaqçı gol atan vurdu. Burataq. Oy ha. Hacı gözdə o Rovaşa taylan apardı. Qapıcı ilə qola çıxın məcburən görəyək. Ya da yox, riskə girməyək. Uğra olmadım. Qapıcı Noya tutdu onların qapıcısı. Neyse onu devam etdirək. Yəni mənim keyfim çox keçəkdir. Yəni belə də davam. Futbol oyunlarına devam yani. Hal-hazırda mən bir dənə yerə gedəcəyim. Getmədim, sizə video çəkdim. Neyse sağ olun. Özünüzə əmanət olun.